Salam, hər vaxtınız xeyir olsun. Uğurlu Valideyn məktəbində yenidən sizinləyik. Mövzumuz uşaqlarda anlama, qavrama. Qonağımız isə Uğurlu Addımlar Loqopediya və Psixologiya Mərkəzinin defektoloq loqopedi, eləcə də Ümid Uşaq Bağçasının defektoloq loqopedi Juliana xanımdır. Buyurun Juliana xanım, xoş gəlmisiniz. Xoş gördük. Sizləri burada görmək, bərabər olmaq nə xoşdur. Bugünkü mövzumuz uşaqlarda anlama, qavramadır. Ümumiyyətlə, idrak proseslərinə baxsaq, ilk duyğulardan sonra gələn anlama, qavrama prosesidir ki, baxaq görək ümumilikdə anlama, qavrama nədir və uşaqların inkişaf yolunda anlama, qavrama hansı şəkildə özünü göstərir. Həmçinin ümumi valideynlər olaraq biz evdə övladımızın anlama, qavramasına hansı istiqamətdə inkişaf etdirə bilərik, onlara nəzər salaq inşallah. Ümumi baxsaq, anlama özü nədir? Anlama danışıqda deyilənləri, yazıda yazılanları başa düşmək bacarığıdır. Yəni uşaq ona deyilən sözləri, yəni danışıqda olan nitqi, göstərişi, yəni hər hansı bir təlimatı, məsələn bunu götür ora qoy, bıçağı götür apar mətbəxə qoy kimi anlayışları və yaxud da hər hansı bir hekayəyə düşünüb onu ümumiləşdirib, əlaqələndirərək cavab vermə prosesidir. Məsələn, necə deyərik, topu götür deyəndə uşağın anlamasını burada necə bilə bilərik ki, anlayırmı, yoxsa bunu sadəcə eşitdiyini, gördüklərinə nisbətənmi edir? Gəlin bu fərqi araşdıraq. Məsələn, topu götür deyəndə artıq uşaq topu götürüb, məsələn, verilən istiqamətdə səbətin içərisinə qoyursa, deyilən danışıq nitqini anladığını göstərir. Bundan əlavə isə müəyyən bir hekayələr danışılır, uşaqlar valideynlərlə nağıllar danışılır, dinlənilir. Burada nağıl əsasında biz uşaqlara məsələn nağılın içərisində bir dovşan varsa, dovşan niyə qaçdı sualına cavab verə bilirsə əslində o uşaq nəyə anladığını səbəb nəticə olaraq əlaqələndirərək anlamasının belə deyək nəticəsində onu cavab verirsə, anlaması belə deyək tam olaraq özünü göstərir. Bəs qavrama nədir? Qavrama insanın və yaxud da hər hansı bir uşağın elə uşaqlıqdan insan doğulduğu andan anlama, qavrama inkişaf eləyir. Tədricən oradan başlayır onun inkişaf yolu. Qavrama nədir? Bəs qavrama insanın duyğu belə deyək də prosesləri ilə bərabər aldığı informasiyalar ki var hansı ki ətrafdan, onları beyində müəyyən emal eləyir, fərqləndirir. İlkin mərhələ tanımadır. Tanıyır, fərqləndirir, onları və yaxud da eyniləşdirir, arasındakı fərqi görür. Bu artıq qavramadır. Bu qavrama həm gözlə, vizual olaraq ola bilər, həm eşitmə, audial olaraq ola bilər, həm motor olaraq, yəni hərəkət baxımından anlama, qavrama müşahidə oluna bilər. Bunu biz göstərərək desək, məsələn. Göstərərək desək, məsələn, görsəl olaraq, məsələn, deyək ki, sujetli bir şəkil var qarşımızda. Yəni nə? Topu atan bir uşaq və yaxud da şəkil çəkən bir uşaq və yaxud da şəkildə elə sadəcə pişik var. Uşaq şəkildə gördüyü pişiyin pişik olduğunu deyir, ifadə edir və yaxud da ifadə edirsə, artıq anlayıb qavradığının göstəricisidir. Və yaxud da əlini qaldır deyəndə bu uşaq artıq avtomatik olaraq əlini, qolunu qaldırırsa, bu artıq motor olaraq, hərəkə olaraq bir qavraması, anlaması olduğunu göstərir. Eşitsel olaraq isə audial belə deyək də qavrama da bunun içinə daxil olur əslində. Eşidir, daha sonra anlayıb qavrayaraq, təfəkkür edərək onu tətbiq edir. Öz motorikasında. Daha sonra isə hansı qaldı vizual olaraq dediyimiz kimi həmin gördüklərini yenə də gördüklərini eyniləşdirə bilər öz bədənində, yəni burada bərabər iş gedə bilər əslində. Bir şəkil üzərində fərqli istiqamətlərdə biz iş görə bilərik. Üzr istəyirəm, bir şey əlavə edim. Bağçada valideynlərin uşaqlarını gətirib təhvil vermə prosesini izləyirəm kənardan. Əslində baxanda mənim üçün önəmli olan uşaqların o eşitsel qavraması necədir, onu istəyirəm ayırd edəm ki, uşaqlar hansı inkişaf səviyyəsindədirlər. Məsələn, 2-3 valideyn dayanıb, uşağın anası danışmayana qədər digər valideynlər danışanda uşaq reaksiya vermir. Anası danışanda anasının səsini eşidib reaksiya verməsi, əla. Eşitsel qavraması əladır. Məsələn, uşaq başlayır ağlama, ana narahat olur ki, Nərmin xanım uşaq ağladı, deyirəm, mən sevinirəm. Uşağın ağlamasına niyə sevinirsən? Deyirəm, çünki mən bu dəqiqə onda bir prosesi izləyirdim əslində, görüm, eşitsel qavraması yerindədirmi? O ayırd edə bilirmi? Ananın səsini digərlərinin səsi ilə, topun səsinin digər məsələn oyuncaqların səsi ilə ayırd edə bilirmi? Bəli. Həqiqətən də səsin rolu, o eşitmə qavrayışı da öz rolunu çox böyük göstərir. Çünki adətən uşaqlarda yıxılır. Məsələn, ona verdiyimiz reaksiya belə, məsələn,
O mümkündür ki, orada məsələn yıxıldığı anda canı ağrımasın və yaxud da ağrı fərqində deyil, amma ananın orada verdiyi bir reaksiyanın artıq ona səni anlayıram, sən o hissləri ötürərək aynalama belə deyək də neyronları ilə onun eynisini yaşadır və nəticədə uşaq qəşş edir, ağlayır. Bəlkə də heç ağlamayacaqdı. Bəli. Adətən olur uşaqlara deyirik ki, daha doğrusu valideynlər deyir ki, mümkündür ki, orada qorxmayacaqdı. Məsələn, divandan düşür. Əgər bir uşaq yeriməyə başlayırsa, orada o yolda yıxılmalıqlar normaldır. Yox, ancaq burada biz hər dəfəsində bir böyüklər olaraq reaksiyamızı yanlış şəkildə verəriksə, artıq o yolda inkişafına mane olmuş olarıq. Və Gülyana xanım, təşviş həyəcanda da biz təşviş həyəcanı araşdıranda baxdıq ki, məsələn, Çinlilərin, məsələn, Çində valideynlərin, ebeveynlərin uşaqlarla davranışını izləyirik. Dərslərdə falan bizlərə onu göstərirlər. Uşaq yığılır, məsələn, ata belə eləyir. Elə kənara baxır, görməzdən gəlir. Uşaq da çönür, ataya baxır. Görüm hələ o nə reaksiya verəcək. Məsələn, görür ki, o heç bir reaksiya vermədi. Uşaq durur, üstünü çırpır, yoluna davam eləyir. Bir də var, uşaq yıxılır. Valideyn, can, demirəm balasına can deməsin, ayrı bir mövzudur. Yersiz reaksiya. Uşaq orada nə anlayır və nə qavrayır. Mən yıxıldımsa dünya dağıldı. Dəhşətli bir hadisə baş verdi. Burada valideynlər bir mörtəzə açıram. Fiziksel zədələnmə xaric. Biz bilirik ki, uşaq məsələn ikinci mərtəbədən yıxılma ehtimalı var. Oturum gözlüyüm deyim, yox, heç nə olmaz, qoy anlasın, qavrasın ki, yıxılsa filan şey olur. Yox, əlbəttə bunun qabağı alınmalıdır. Fiziksel hər hansı bir ciddi zərər olmadığı təqdirdə yıxılmasına verdiyimiz reaksiya o uşağın gələcəkdə təşviş həyəcan, panik atak, stres pozuntu bunların olmasına səbəb yaradır. Yəni yüngül uşaq vaxtı yüngül bir streslə qarşılaşdı, valideyn kimi reaksiya verdi, uşaq bir şeyi qavradı, çəkdi, özündə saxladı. Mənə bir şey oldusa vəssalam, mən təhlükə ilə üzbəyüzəm kimi bir informasiyanı özündə kodlaşdırdı. Gələcəkdə biri ona desə ki, çəkil o yana vəssalam. Eyni bəli, eyni bu içsənlik, eyni səs onda təşviş həyəcan pozuntusu, panik atak, stres pozuntusu və s. bunların hamısının özəyini o körpəlikdən, uşaqlıqdan qoymuş oluruq. Əslində burada bəzən ailədə də eşitdiyimiz bu, yəni mənim övladım da var balaca. Əslində valideynlər böyüklərdə adətən belə qavrayır ki, bunu belə o mesajı alırlar ki, sən övladını sevmirsən və yaxud da icazə verirsən ki, oradan düşsün, yıxılsın, nəsə olsun. O deyil əslində. Bir ana olaraq narahat oluruqmu? Oluruq. O anda ürəyimiz titrəyir, yeri gəlsə, ancaq o anda soyuqqanlıq lazımdırsa, o duruşumuz lazımdırsa verməyə bacarmalıyıq, özümüzü ona vadar eləməliyik. Həqiqətən də çox olub ki, bir yıxıldığı anda hamı çəkdiyi halda, məsələn, mən orada sakit qalmışam. Çünki həqiqətən də çönüb ilk baxdığı, göz təmas qurduğu şəxs mənəm. Oradan məni oxuyur da, gözlərimlə görür mən hansı duyğular yaşadım və hansı reaksiyanı verdim. Oradan öyrənir əslində. Və burada heç nə olmaz da doğru yanaşma deyil. Orada da başqa cür qavrayacaq. Bəli. Məsələn, yıxıldın, biz ötən verişlərimizdə Əzizə xanımla bu emosional zəka barədə danışanda, məsələn, yıxıldın, ağrıdı, ayağını incitdi, anan ürəyi, məsələn, dur, baxım görüm hələ, məsələn, bağlamalıyıq falan. Yəni, bu şəkildə reaksiyalarına heç nə olmaz, dur ayağa, böyüdün. Bu deyil. Yəni, uşaq fikirləşir ki, mənim böyüməm üçün hər dəfəsində başım bir yerlərə dəyməlidir. Bəli, artıq bir orta balansı saxlamağı bacarmalıyıq. Daha sonra ümumi baxsaq uşaqların yaş mərhələlərinə, o uşaqlar belə deyək də, valideyn deyər ki, mən nə bilim ki, hansı yaş dövründə, hansı şəkildə göstərir anlama, qavrama. 0-1 yaş aralığına baxsaq, uşaqlar elə lap olduğu andan etibarən ana ilə əslində bağında o anlama, qavramanın belə deyək də, o cüzərtiləri görünür. Necə? O göz kontaktından, hansı ki qığıldamağından, qığıldamağa cavab verməyindən artıq anlaşılır ki, mən müəyyən sözlər dediyim və o anlayaraq o qığıldama ilə cavab verir. Səsə qarşı reaksiyasından, səsə tərəf yönəlməyindən və orada diqqətlə dinləməyindən artıq uşaqlar məsəl üçün əl çalmağından, əllərini bir-birinə çırpmağından bilinir ki, artıq orada anlaşıqlı, anlamlı şəkildə bir
hərəkət ifadə edirlər özlərində. Daha sonra 1-3 yaş aralığına baxsaq, uşaqlarda artıq nitqin sürətli inkişaf elədiyi bir dövrdür. Söz ehtiyatı belə deyək də sürətlə inkişaf edir, söz ehtiyatı artır artıq. Burada valideyn anlama qavramasını necə inkişaf etdirə bilər? Yəni ümumi olaraq belə deyək də söz ehtiyatını baxmaq lazımdır. Yeni sözlər varsa təkrarlı şəkildə, yəni situasiyasına uyğun olaraq təbii ki, yerli yersiz o sözün əlaqəsi olmayan bir situasiyada deyilsə, o sözün anlamı olmaz onun üçün. Uşaq üçün aydın olmaz ilkin mərhələdə. Buna görə də yerində və zamanında gözəl şəkildə yeni sözlərdən istifadə edirik. Uşaq üçün anlaşıqlı bir dili seçməyimiz vacibdir. Yəni sadə sözlərdən, cümlələrdən istifadə etməyimiz daha məqsədə uyğun olar. Çünki mürəkkəb, məsələn, 1-3 yaş aralığı üçün deyirik bu fikri. Artıq yaş böyüdükcə bunu belə deyək də qatılmırıq. Çünki yaş böyüdükcə artıq 3-6 yaş aralığında uşaqlar üçün cümlələr artıq genişləndirilməlidir. Orada məsələn deyim, uşaqlarda ikili komandalar var ki, məsələn götür, məsələn qaşığı götür, birinci komanda, ikinci komandası mətbəxə apar. Artıq orada bir məkan anlayışı da onun üçün formalaşır. Və bir şey də əlavə edim. Məsələn biz valideynlər, mən də bunu yaşamışam. Məsələn mən övladımda elə bilirdim ki, məsələn onun 3 yaşı var, 3 yaş. 3 yaşında o bilmir, misal deyirəm, kitablıq nədir bilmir. Misal, kresto nədir bilmir. Mən buna kresto desəm, onsuz da başa düşməyəcək ki, mən necə eləyim bunu? Yəni bir düşünürdüm. Bir bayağı onun üzərində bir özümü yormuşluğum var ki, axı bu yeni sözləri başa düşmür. Mən necə eləyim? Bir gün müəllimə sual verdim ki, dərsdəyik. Uşaq bir yeni sözləri başa düşmür. Bəs mən necə eləyim bu başa düşsün? Bu sualıma cavab vermədi. Bildim ki, mütləq bir şey var. Və başladı dərsə, müəllim dayanmadan yeni terminlər istifadə elədi. Və mən başladım başa düşmədiyim üçün o terminləri saxlamağa, yazmağa. Yazdım, sonra dərsdən sonra müəllimdən soruşdum, cavab vermədi, sağ olsun. Sonra mən özüm araşdırmağa başladım. Öyrənməyi öyrətdi mənə. Öyrənməyi öyrətdi. O var ha, uşaq 4 yaşında artıq necə, bəli. Məsələn, niyə suallarını verir artıq. Məsələn, hara suallarını verməlidir. Uşağın o pasiv lüğəti yığılır. Bəli. Başa düşmür kresto nədir, nə bilim tab nədir, o nədir, bu nədir, bunu başa düşmür. Amma o pasiv lüğətinə yığılır. Ankara Gelişim Tarama Advanterində bəndlərdən birində tam xatırlamıram. 24-cü aydan yuxarıdakı bəndlərdə qeyd olunur ki, övladın sənə necə sualını verirmi? Bəli. O pasiv lüğət yığılmalıdır ki, bir gün onu anlayıb qavrasın deyə sənə necə sualını versin. Yəni narahat olmayaq ki, məsələn uşaq bunu başa düşməyəcək, mən bunu danışmayım ona. Yox, danışaq. O yığacaq, sonra bir gün o necə, nə üçün, nə deməkdir? O Ankara Gelişim Tarım Advanterində də var. Məsələn, deyir ki, övladın səndən soruşur ki, bu nə deməkdir? Məsələn, bağçada yeni sözlər olanda. Bəli. Bağçada biz məsələn valideynləri uşaqları o testdən keçirdəndə valideynə soruşuram ki, övladın səndən soruşurmu ki, bu nə deməkdir? Məsələn, valideyn deyir ki, ay Nərmin xanım, axı o uşaqdır, balacadır. Deyirəm, yox. Yox. O yaşına görə o sualı verməlidir artıq. Necə olur vermir? Çünki balansına ona yad olan söz gəlmir. O qulağına yad söz gəlməlidir ki, axtarışa çıxsın. Çünki biz öyrənməyə meyilli varlığıq. Bu nə ilə belə deyək də bir təcrübə yaransın ki, maraq yaransın artıq onu öyrənməkdə, onu tətbiq eləməkdə həyatında. Bəli. Artıq gündəlik situasiyalar ki var, onun tətbiqi zamanı biz ifadə etməliyik. Nitqimizdə onu əks etdirməliyik. Məsələn, mən hal-hazırda hazırlaşıb parka gediriksə, övladımızla bərabər, biz hazırlaşırıq, bərabər parka gedirik. Biz artıq etdiyimiz hərəkəti də adlandırırıq, bunu qavramasına da kömək olur, anlayır artıq və hara gedəcəyimizi də bilir, dərk edir. Yəni burada artıq park anlayışı təsəvvüründə, təxəyyülündə yaranır ki, park var. Dərk edir ki, parkda nələr olacaq, gedib görəndən sonra artıq əlaqələndirib eyniləşdirəcək, hansı ki, anlama qavramanın tərifində dedik ki, tanıyacaq, əlaqələndirib fərqləndirəcək. Artıq o biləcək ki, parkda məsələn evdə olan əşyalar olmur. Parkda artıq sürüşkən olacaq, yelləncək olacaq, uşaqlarla münasibət olacaq, oyunlar olacaq. Artıq onun həyəcanını, hissini, duyğunu yaşamağa başlayır. Dərk edir çünki. Elə onu da ora bağlayan duyğusunu qavramasıdır. Bəli. Hətta o belə deyək də test dəyərləndirməsində var ki, uşaqlara deyirlər ki, öncədən məsələn harasa gedəcək və yaxud da bayram gələcək, sevincini yaşayarmı? Ankara Gelişimdə. Bəli. Orada çox hallarda artıq bəzən hə cavablar alırıq, bəzən yox cavablar alırıq. Çünki onda demək nəsə bir boşluq var. İnkişaf yolunda orada ötürülüb.
demək onu ya biz ifadə edə bilməmişik, ya eyniləşdirməyə dəstək ola bilməmişik. Orada istiqamətimiz zəif olub deməkdir. Bəli. Burada valideynlərə, məsələn, valideynlərin bəzən ki, bu anlama, uşaqlarının nitqinin, anlama qavramanın və s. Məsələn, ləncidiyini və yaxud da geriləməsini ki, bəzən bilmirik. Artıq uşağım məsələn 3 yaşındadır. Onun inkişaf etapları öz yaşına uyğun deyil. Bunu bilməyiniz üçün çox sadə bir neçə və hətta mürəkkəb bir neçə testlərimiz var ki, bunları da mütəxəssislər uygulama sənədi deyirlər də, yəni mütəxəssisin özünün həyata keçirtmə icazəsi olmalıdır. Bəli, məsələn biz özümüz təhsil həyatımızda onları zaman-zaman məsələn Elm və Təhsil Nazirliyinin təşkil etdiyi ixtisas artırmalarda olsun, Psixoloji Elmi Tədqiqat İnstitutunda olsun, məsələn orada yəni professional şəkildə uygulama icazəsi, yəni sertifikatı verilir. Yəni professional bir öyrənmə prosesi ilə analara dəstək oluruq bu istiqamətdə. Yəni şərt deyil bizimlə olsun. İstədiyi uygulama icazəsi olan birisinə, həyata keçirmə icazəsi olan birisinə bir psixoloqa yaxınlaşaraq övladınızı məsələn 6 yaşına qədər 6 inkişaf etabını yoxlatdıra bilərsiniz. Məsələn, uşağımda nitq, birinci nitq, sonra bilişsəl, yəni dərk etmə, daha sonra incə motor, daha sonra böyük motor, daha sonra sosiallaşma, 6-cı isə öz baxım. Bu 6 istiqamətdə Ankara Yerişim Tarım İnventeri 6 yaşa qədər uşaqları yoxlayır. Və bununla, məsələn, biz bağçada bütün valideynlərə edirik bunu, yəni uşaqları yoxlayırıq valideynlərin vasitəsilə, köməkliyi ilə. Misal, uşağım var 3 yaşı, məsələn, çıxır incə motor 2 yaş 6 aylıq. Nə bilim, böyük motor çıxır 4 yaş. Nitq çıxır 1 yaş 6 aylıq. Uşağın halbuki 3 yaşı var. Anlama, qavrama çıxır, nə bilim, 1 yaş. Yəni, bunları valideynlər bilməlidirlər. Məsələn, uşağımı aparıram Ankara Yerişim Tarım İnventerinə və yaxud da DNVR-ə. DNVR biraz sadə test dəyərləndirməsidir. Çox asandır da, yəni daha detallı yoxlamağı tövsiyə edirəm. Ən çətini və ən çətin dedikdə, yəni uzun sürən bir proses isə PPR-dir. Bəli. Bununla, məsələn, uşağı çox detallı yoxlamaq mümkündür. Yəni, uşağı PPR dəyərləndirmə testindən keçirməyimiz üçün bizim tək 6-7 seansımız lazımdır ki, 6-7 seansı bir test, detallı baxa bilək. Yəni, onu bir dəfə baxmaqla biz PPR-dən keçirə bilmərik. Amma Ankara Yerişim Tarım İnventerini ki, valideynlər, tamam, Gülyana xanım, tamam, Nərmin xanım, sağ olun, danışırsınız, amma mən nə bilim, uşağımın məsələn, anlama qavraması yaşına uyğundurmu, nitqi yaşına uyğundurmu? Cədvəldə özünü göstərir. Bəli, bu test dəyərləndirməsindən keçirdərək rahatlıqla bilgili ola bilərsiniz. Övladınıza necə, hansı istiqamətdə kömək lazım olduğunu tam rahat şəkildə görmüş ola bilərsiniz. Bəli. Adətən görünənin üstünə düşülür, ancaq görünənin altında yatan da bir səbəblər var. Yəni, görünən nitqdirsə, nitqdən də əvvəl baxın, ən sonda nitq gəlir idrak proseslərində. Anlama, qavrama, duyğu, anlama, qavrama, təfəkkür, təxəyyül, belə deyək, diqqət, bu proseslərin hər hansı birində bir-birinə əlaqəlidir və hansındasa bir boşluq var. Onun nəticəsində uşağın nitqinə təsir eləyir. Yəni, nitq görünən hissəsidir də, belə deyək. Və onun əvvəlində anlama, qavrama işlənilməlidir. Bir uşaq əgər qələmin nə olduğunu, adını deyə bilmir, nə olduğunu bilmir, nə üçün istifadə olunduğunu bilmirsə, o nitqindən necə istifadə edə bilər? Məsələn, uşaqlara nəyi necə öyrətməli kitabında da bildirilir ki, bundan öncə bir mərhələ də var ki, uşaqlara nəyisə öyrətmək üçün də ilk öncə səhifə 59-da idi, səhifə nəmirsə, bilmirəm, açım göstərim. Bəli, əhsən, mən elə ora toxunmaq istəyirdim. İnşallah ki, öyrənməyə hazırlıq üçün vərdişlərin aşılanması prosesi ki var. İlk növbədə öyrədilməsi vacib olan vərdişlər var uşaqlarda. Yəni bir uşağa qələmi, kitabı, dəftəri öyrətməmişdən qabaq əvvəlcə başqa bir şeylər öyrədilməlidir. Onlar da nədir? Mümkündür ki, uşaq belə deyək də müəyyən vərdişlər ki var, 2-3 dəqiqə yerində otura bilmir. 2-3 dəqiqə yerində otura bilməyən uşağa nəyi necə öyrədə bilərik ki? Yəni qeyri-mümkünsüz bir şeydir. Mümkündür ki, uşaq həqiqətən də 9-10 yaşı var, artıq böyük yaşdadır. Hələ də bu vərdişə yiyələnə bilməyib. Oturma bacarığı olmayan bir uşaqla göz kontaktı, digər mərhələ artıq uşaqlara göz kontaktı qurulmalıdır. Dinləmə bacarığı formalaşdırılmalıdır. Bir uşaq oturub, göz kontaktı qurub, dinləmə bacarığını formalaşdırandan sonra sənin dediyin, verdiyin məlumatları alıb qəbul edib sintez eləyə bilər. Bəli. Və nəticədə uşaqlar üçün ilk növbədə oturma bacarığıdır, göz təması qurmaq, diqqəti yönləndirmək. Artıq burada yenə də eşitsel qavrayışdır, eşitmə diqqətini yönləndirməkdir, inkişafı gedir içində.
prosesində. Daha sonra müəyyən obyektlər ki var, artıq digər mərhələdir. Məsələn, qələmdir, karandaşdır, almadır, armuddur. Bunları öyrətmə mərhələsinə sonra gəlirik biz. Görünməsi mərhələ gəldik. Bəli, valideynlər də bu istiqamətdə çətinlik çəkirlər. Məsələn, uşağının anlama qavraması nitqi geridir və ya ləngiyibdir. Gətirir seansa, məsələn, valideyn birinci elə bilir, bəlkə biz oturub ona kitabı, dəftəri, almanı, armudu öyrədəcək. Yox, o deyil. Mən bilirsiniz də bizdə iş sistemi bu şəkildədir ki, bəli, iş sistemi belədir ki, biz birinci növbədə bütün mütəxəssislər səfərbər oluruq valideyni maarifləndirməyə. Uşaq necə oldu bu problemlə üzləşdi, bu problemin həll istiqamətinə hansı etaplardan keçmək lazımdır. Valideynə elə kitabını istəyirsiniz, üzündə göstərin, üz qabığını göstərin, valideynlər əldə edib, yəni maariflənmək istəyərlərsə, bəli. Bu prosesdə məsələn valideynlərə bildiririk ki, sənin uşağın məsələn məktəbdə diqqətini yığmaqda çətinlik çəkir, nə bilim dərsləri anlamaqda çətinlik çəkir, qavramaqda çətinlik çəkirsə, birinci növbədə biz bu uşağa 4 etabı öyrətməliyik. 4 mərhələni biz bu uşağa öyrətməliyik. Oturma bacarığı, dinləmə bacarığı, izləmə bacarığı, diqqətini yönəltmə bacarığı, obyektin üzərində, yəni obyekt üzərində davamlılıq. Yəni məsələn, mən ona almadan danışıramsa, o bir dənə belə almaya baxıb sonra çönüb deməsin, işıq orada yanır. Sonra çönüb deməsin, filan şey fırdadır. Yəni o həmin o obyektin üzərində diqqətini fokuslana bilsin. Bəli, diqqətini verə bilsin. Biz birinci növbədə bu 4 mərhələni çəkirik, belə desək də o ipi möhkəmləndiririk, möhkəm bağlayırıq, bu prosesi tamamlayırıq. Sonra keçirik məsələn anlama qavramanın inkişafına. Və bir şey də deyim, bu gün təhsil səviyyəsi təəssüflər olsun ki, çox aşağıdır. Uşaqlar təhsil belə deyim də cümləmi bu cür ifadə edeyim ki, təhsil uşaqlarda həddindən artıq çətin bir şeymiş kimi görsənir. Halbuki bu bizim ciddi tələbatımız olan bir şeydir. Yeni elm öyrənmək, yeni bir şeylər öyrənmək bizim xoşbəxtlik hormonumuzun ifrazına səbəb olur. Yəni yeni bir şeylər öyrənmək əslində baxanda bizim tələbatımızdır və bizi xoşbəxt edən şeylərdən biridir. Amma fikir versəz, uşaqlar dərslərdən uzaq qalıblar. Bunun ən birinci səbəblərindən biri anlama qavramanın yaşına görə formalaşmamasıdır. Uşaq oxuduğu dərsi anlaya bilmir, oxuduğu dərsi başa düşmür, oxuduğu dərsi dərk eləyib, emal istehsal eləyə bilmir, qaytara bilmir. Oxuyur, tamam, yığdı. Beyin adlı o yerə yığdı, yaddaş adında o hissəyə yığdı. Amma oradan istehsal eləyə bilmir. Çünki lazımı qədər anlaya bilmir, lazımı qədər qavraya bilmir və lazımı qədər qavraya bilmədiyi üçün lazım olan şəkildə istehsal eləyə bilmir. Yəni anlama, qavrama o qədər önəmli bir nüansdır bizim həyatımızda. Hətta biz yetkin şəxslər belə problemlərimizin nə olduğunu anlamayana qədər qavramayacağıq. Qavramadığımız sürətdə də problemlərimizi doğru şəkildə həll eləyə bilməyəcəyik. Yəni bizim məsələn valideynlər gəlir, məsələn mən ailə eyni zamanda mütəxəssisiyəm, ailə danışmanı. Məsələn cütlükləri qəbul edirik. Problem nədir dedikdə problemi tamam ortaya qoyurlar, amma bir-birlərini anlamaqda çətinlik çəkirlər. Bərabərində problemin özünün nə olduğunu anlamağa çətinlik çəkirlər. O anlamırsa qavramayacaq, qavramırsa həll etməyəcək, həll etmirsə problem həll olmayacaqdır. Burada təhlil məsələsi var. Yenə də görmə qavrayışına gəlir məsələ. Yəni var olanı görmək, onu təhlil etmək, gördüyümü eşidim və ya mənə deyiləni eşidim, qavrayım, təhlil edim öz beynimdə ki, nədir məsələ? Öz duyğularımla onu hiss edə bilim. Yəni görməklə onu əlaqələndirim, sonra nəticəyə gəlim və nəticədə hər hansı bir ifadə şəklinin özümü ifadə etmə bacarığını formalaşdırım. Bəli. Valideynə tövsiyələr olaraq onları müəyyən bir başlıq altında bildirmək istəyirəm ki, məsələn evdə ümumiyyətlə övladımızla yanaşma şəklimiz necə olmalıdır? İlkin olaraq göz kontaktı qurmaqdır və danışıq nitqimizi daha sadə, anlaşılıqlı dildə seçməyimizdir. Cümlələrimizi gündəlik olan situasiyalardan istifadə edib onları səsləndirməyimiz olsun ən azından. Gündə bir dənə, 2 dənə yeni sözlər həmin cümlələrimizi əlavə eləyək. Daha sonra yeri zaman gələndə təkrar onu istifadə edək, təkrar ki, onun üçün anlaşılıqlı ola bilsin. Daha sonra eşidəndə onun üçün belə deyək də qaranlıq qalmasın o məsələ. Daha sonra göz kontaktı qurandan sonra qarşılıqlı kitab oxumaqdır. Həmin kitabı təhlil etməkdir suallar ətrafında. Nə necə oldu, harda oldu, belə deyək də niyə oldu, səbəb-nəticə əlaqələndirmədir artıq burada. Daha sonra 5-in 1 kanun materialı kimi. 5-in 1 kanun materialı kimi, bəli. Tapşırıq veririk onlara. Bayaq bildirdiyimiz kimi ki, hansı ki müəyyən təlimatlar əsasında evdə işlər verin.
Yəni Mütləq. həqiqətən də, yəni bunu səsli şəkildə bildirin. Falan işi bunu et, get bunu elə tapşırıq verirsiniz. Məsuliyyət hissi olsun və o problemin içərisində həll etmə bacarığı formalaşsın artıq onlarda. Oyunlarla o uşaqlarda müəyyən belə deyək də anlama qavramını inkişaf etdirmək olar. Hansı ki rollu oyunlar var. Məsələn, qarşılıqlı oyunda birimiz əczaçı ola bilərik və yaxud da həkim ola bilərik. Həm aptekə gəlirik, əczaçı yığsa, məsələn, aptekin nə olduğunu artıq orada öyrənəcək, aptekdə əczaçı olduğunu biləcək, dərmanların kimin satdığını biləcək, artıq kim anlayışı formalaşacaq, peşə anlayışı zaman-zaman, məsələn, hər dəfə bir peşə ilə artıq bir rol oynaya bilərlər. Daha sonra təkrarlamadır ki, hansı ki, həmin prosesləri təkrar-təkrar edərək onların həyatına təzahür etsinlər. Belə, ən əsası isə ən əsası bizim belə deyək də valideynlərin qaçış yolu olaraq istifadə etdiyi ekran. Ekranlardan maksimum uzaq olaq ki, övladlarımızla ünsiyyətimiz sağlam şəkildə və davamlı gedə bilsin. Çünki ekran bizim həqiqətən ünsiyyət qurmağımıza çox böyük bir maneədir və ekranlara baxan uşaqlarda həqiqətən bir donma baş verir. Ünsiyyətə girmək istəsən belə bir donuqluq olduğunu, bizdə deyil. Yəni biz dediyimiz onlara bir divar var və oradan eşitmirlər bizi. O şəkildə yanaşırlar. Bəli. Təşəkkür edirik. Çox sağ olun, var olasınız. İnşallah yəqin ki, mövzumuzun ardı olacaq. İnşallah, bəli. Ümid edirik sizin üçün faydalı oldu. Və bu istiqamətdə də hər nə suallarınız olsa, sadəcə dinləyici qismində deyil, bizimlə aktiv şəkildə bu prosesdə iştirak etməyinizi xahiş edirik. Yəni, maneə yoxdur ortalıqda. Şərh bölməsində, nə bilim, hər hansı bir vasitələrlə suallarınızı yönləndirə bilərsiniz. Biz sizə kömək etməyə çalışarıq inşallah. Və həmişə bizim müəllimlər deyərdi, sakit dinləyən deyil də qaynayaraq sual verən tələbə daha yaxşı öyrənəndir. Həm loqopedik, həm psixoloji istiqamətdə, eləcə də həyatı aktiv şəkildə öyrənənlərdən olaq inşallah. Yaxşı öyrənəriksə, yaxşı öyrədərik. Allaha əmanət olasınız, qeydlər götürməyi unutmayın. Allah sizi qorusun, sizə xidmət bizə şərəfdir. Xoşdur. Təşəkkürlər. Biz təşəkkür edirik.